Salam əziz abituriyentlər, hər birinizi xoş gördüm. Suallar formasında izah etdim sizlərə ki, imtahanda düşə biləcək sualları və ən çox müraciət olunan, ən çox şagirdlərdən mənə dönüş olan mövzu oldu ki, müəllim, bəs situasiya haqqındakı fikirləriniz də maraqlıdır, situasiya haqqında nə düşünürsünüz? Baxın, situasiya sualları elə suallardır ki, yəni vahidlik prinsipi burada pozulur. Müəyyən mənada dəyişikliklər ola bilir. Amma belə deyim, birinci imtahandan nəzəriyyə götürürəm, nəzəri götürməklə mən sizlərə belə deyim ki, bu haqdakı situasiya haqqındakı fikirlərimi səsləndirəcəm. Birincidə bildiyimiz kimi Ərəb-İsrail müharibələrindən birinci imtahanda düşmüşdü və onun situasiyasından. Amma indi mən sizə belə izah edeyim. Hal-hazırda düşə biləcək, ehtimal olunan ən böyük mövzular və belə deyək ki, uşaqlar üçün həm dərinliyi, həm düşündürücülüyü, həm də məntiqliyi olan əlaqələndirməni çox təhlili, çox istəyən mövzuları seçəcəyik. Burada mən yanaşma eləmək istədiyim mövzum ilk olaraq sizlər üçün onu deyə bilərəm ki, bu xaç yürüşləri ola bilər. Niyə xaç yürüşləri? Bütün dövlətləri əhatə etdiyi üçün. Ehtimalları deyirəm ha. Yəni, ən böyük ehtimallar situasiyada nə düşə bilər? Onu. Bundan əlavə ola bilər ki, belə deyim ki, böyük coğrafi kəşflərdən düşə bilər. Ehtimallar daxilindədir. Belə deyək ki, bundan əlavə ola bilər ehtimal var ki, misal üçün suallar arasında dünya müharibəsi düşmədən ya birinci və ya ikinci fərq eləmir. O müharibələrdən birini situasiya tipli sala bilərlər. Əlavə olaraq nələri deyə bilərik? Əlavə olaraq günümüzlə əlaqələndirsək, belə deyim, ehtimal var ki, Ermənistan haqqında, yəni düşə bilər. İran, Ermənistan bu civarlarda soyqırımlar və ya İranın rejimi, çevriliş rejimi, yəni bildiyimiz kimi sülalənin sonlanması və İran İslam Respublikasının yaranması bu dövr ehtimallarda var. Bundan əlavə, belə deyim, soyuq müharibə mütləq şəkildə düşmə ehtimalı olan situasiya tipli suallardandır. Əlavə olaraq nələri biz gözümüzün qabağına gətirə bilərik? Kəşmir məsələsi, yəni Kəşmir haqqında düşə bilər, Kəşmir məsələsi haqqında, yəni buna da laqeyd yanaşmaq olmaz və soyuq müharibə dövründə SSR-ABŞ münasibətləri əsas belə deyək də ələ alına biləcək mövzulardan biridir. Sonra soyuq müharibədən sonraki dövrdə ələ ala bilərlər. Amma ən yaxın mən sizə deyim, Asiya ölkələrindən əgər Ərəb-İsrail müharibəsi düşübsə, yəni müasir dövrdən biraz kənarlaşa bilərik və biz əsas fikrimizi, zehnimizi adaptasiya eləməyimiz ola bilər ki, ehtimallar içərisində dediyim kimi xaç yürüşləri ən bu dəqiqə qabarıq olan mövzulardan biridir. Xaç yürüşləri ola da bilər, xaç yürüşləri olmasa mütləq şəkildə Avropada reformasiya, yəni reformasiyanın səbəb-nəticə əlaqələri, bu ehtimallar böyükdür. Coğrafi kəşfləri bildirdim, dövlətlər arası münasibətlər bildirdim, birinci, ikinci dünya müharibəsi, bunu da bildirdim. Yəni, müasir dövrdən düşmə şansı biraz azdır situasiyanın. Çünki birinci imtahanda Ərəb-İsrail müharibələri düşdüyü üçün, insanların düşüncə tərzini deyəcəm, zaten onda düşünəcəklər ki, həmin səhifələrin dərslərini soyuq müharibə olsun, misal Hindistan-Pakistan məsələsi olsun, Kəşmir məsələsi olsun, yəni Hindistan-Pakistan münasibətləri olsun, uşaqlar 100% fikirləşəcəklər ki, Asiya xalqlarına çox önəm veriblər. Bir dənə müasir dövrdən düşmə ehtimalı böyük olan mövzumuz Qərbi Avropa ölkələri, Böyük Britaniya ola bilər. Böyük Britaniyanın yeritdiyi siyasətlər. Yəni bu ətrafda ehtimallar var. Amma ən böyük ehtimallar dediyim kimi orta dövrə
ilhamlanıb adaptasiya ola bilərik. Çünki orta dövrün gəlməyi çox yüksəkdir. Burada da həm də situasiyaya yarayan suallar çoxdur. Baxın, düşündürücülüyü ilə deyəcəm. Səlib yürüşlərini ələ ala bilər. Onun dövründə yürüşlərin hansında, məsəl üçün də imperiya yaradılıb və həmin imperiya hansı dövlətə ciddi ziyanlar vurub, məsəl üçün də xristiyan daxilində xristiyan müharibəsi kimi götürə bilərikmi? Bu civardan yanaşa bilərlər. Əsas söhbət də Bizans imperiyasına gedir. Hər halda uşaqlar anladılar səlib xaç yürüşləri məsələsini. Avropada reformasiyanı dedikdə, reformasiyanın başlanması və ya səbəbləri, başlama səbəblərindən sual verə bilərlər. Ola bilər ki, reformasiyanın Avropada qoyduğu iz nədən ibarətdir? Bunu soruşa bilərlər. Əlavə olaraq reformasiya hansı ölkələrdə qalib gəlib, hansı ölkələrdə məğlub olub, bu haqda soruşula bilər. Sonra böyük coğrafi kəşflərin dünyaya təsiri nədən ibarətdir? Böyük coğrafi kəşflərdə baş verən hadisələrin, misal üçün, özündən sonraki izləri nədən ibarət olub və Avropada hansı dəyişikliklərə səbəb olub? Həm reformasiyanı, həm böyük coğrafi kəşfləri bu şəkildə ifadə eləyə bilərlər, ehtimallar arasındadır. Yəni, burada diqqətli olmalı olduğumuz mövzunu mən izah eləyirəm ki, yəni düşünəndə məntiqi tuta bilərsiniz. Ola bilər ki, baxın, belə bir şey də ola bilər ki, misal üçün, Azərbaycan Xalq Cümhuriyyətində hər hansısa bir hadisəni yaza bilər, qeyd edə bilər və bunun Avropada nəticəsini, həmin ildə baş verən hadisənin nəticəsini də soruşa bilər. Bu cürdə yanaşma, yəni əlaqələndirmə mümkündür, diqqətli olun. Çünki uşaqlar çox vaxt arxain olurlar ki, ümumi tarixdən düşəndə Azərbaycanı neynirlər? Amma ola bilər ki, misal üçün də həmin ildə Azərbaycanda baş verən bir hadisəni il uyğunluğuna görə Avropaya yönləndirə bilər və Avropada baş verən hadisənin səbəb nəticəsini soruşa bilər. Bu ehtimallar daxilindədir. Bunlara da diqqətli olmağınız vacibdir. Əsas məsləhətim odur ki, reformasiyaya, böyük coğrafi kəşflərə, səlib yürüşlərinə, dövlətlər arası münasibətlərə, 1-ci, 2-ci dünya müharibələrinə mütləq şəkildə baxın. Yəni, situasiyanın düşə biləcəyi əhatə dairəsini sizlər üçün səsləndirirəm. Bunu şagirdlər həqiqətən müraciət edirlər ki, müəllim, fikriniz necədir? Yadda saxlayın, mənim fikrim nəyə görə bu cür yanaşma edirəm? Deyəcəklər ki, yəni, situasiyanın suallarını dəqiq bilmirsənsə, niyə bu cür çıxışlar edirsən? Baxın, gözəl insanlar, səbəb-nəticə əlaqəsi olan geniş mövzularda, geniş mövhumda səbəbini ayırt edə biləcəyimiz, məntiqi düşüncəni tələb edən sualları düşünüb tapmağa çalışıram ki, hansı bəhslərdən düşmə şansı daha çox ola bilər. Məsələn, qədim dövrü çox istisna edirəm. Niyə görə? İstisna səbəblərimi belə izah edeyim. Baxın, qədim dövrdə yəni təlatümlü və ya mərhələli, pilləli məsələlər çox az rast gəlinir. Yəni, o məsələlərə yanaşmaq, onları ayırt eləmək daha sadədir. Bundan əlavə, məsəl üçün də qədim dövrdə baş verən hadisələr müəyyən mənada sıx əlaqəli hadisələrdir və daha, belə deyim ki, üzdən suallar vermək olur, dərinliyinə yanaşmaq olmur. Amma dərinliyə gedəndə, məsəl üçün də Osmanlı imperiyasından hər halda hamı bilir ki, Səfəvi-Osmanlı müharibələrinə, istər Azərbaycan tarixində, istər Osmanlının öz tarixində Səfəvi-Osmanlı müharibələrini oxuduğumuz üçün Osmanlıdan daha təlatümlü vəziyyətdəyik, yəni daha yaxşı məlumatımız var. Amma ondan olan məlumatımız situasiyada düşməmə şansımızı çoxaldır. Ona görə ki, situasiyaya az istifadə olunan çalışırlar ki, məsələləri qabartsınlar. Sizə məsləhətim nədən ibarətdir? Birinci imtahanda sual kitabçalarımız hər halda özünüzdədir, düzdürmü? Necə düşünün? Baxın, mövzulara birinci mövzu ilə mündəricatla qarşılaşdırın və mövzulara fikir verin. Əgər, baxın,
istifadə olunmuş mövzular olsa, yerdə qalan, istifadə olunmamış mövzularda daha çox diqqət edin. Niyə? Çünki sualların oradan düşmə şansı daha çoxdur. Niyə mən birinci imtahanın nəticəsini bilmək istədim situasiya tiplidən? Müraciətlərə görə ki, situasiyada mən nəyi görə bilərəm? Baxın, əlaqələndirmə kimi dedim. Azərbaycan tarixindən ola bilər ki, hər hansısa bir hadisəni verə və onu ümumi tarixdəki ilini falan soruşa bilər. Belə bir qaydanı uşaqlar fikrinə yayıb ki, ancaq ümumi tarixdən düşməlidir. Onu bilmək olmaz gözəl insan. Yəni, suallar elə suallardır ki, hal-hazırda həm suallar biraz çətinləşdirilmiş, həm də qəliz formaya keçirilir və bunun da səbəbi ondan ibarətdir ki, nəticələri şagirdlərin ürəyincə ola da bilər, olmaya da bilər. Elə şagirdlərimiz var ki, məsəl üçün, belə deyək də, öyrəndiyi mövzular ona sadə gəlir, elə mövzular da var, çətin gəlir. Amma imtahanda elə insanlar var ki, sadələri yaza bilir, çətinləri yaza bilir. Elə insanlar var ki, bütün çətinləri yazır, sadələrdə səhv eləyir. Burada əsas məqsəd diqqət eləməyiniz mütləqdir. Yəni, çalışın hər şeydə diqqətli olasınız. Və mövzuları izah elədim, situasiyaya düşə biləcək sualları izah elədim sizlər üçün. Bunu izah eləməkdə məqsədim ondan ibarət idi ki, ən azından bir fikir canlandıra bildim sizlərin qarşısında və inanıram ki, sizlər üçün də bu faydalı məsləhətlərdən yararlanacaqsınız və hər birinizə ikinci şans uğur gətirsin, uğurlu olsun. İnanıram ki, öhdəsindən gələcəksiniz, daha yaxşı nəticələri göstərməyə istəyirsinizsə, daha çox özünüzə inanmağınız məsləhətdir. Digər bir məsələni də qeyd edim, əziz abituriyentlər, seçimdə yanılmaq istəmirsinizsə, doğru düzgün seçimlər etmək istəyirsinizsə, hər tərəfli şəkildə sizin müstəqil fikirlərinizin dəyərli olduğu seçimləri etmək istəyirsinizsə, buyurub müraciət edə bilərsiniz. Çünki mən həmişə abituriyentlərlə seçimlər edəndə, universitetdə seçimlər edəndə çalışmışam ki, qarşımdakı insanla ünsiyyət qurum, ünsiyyətim onunla faydalı olsun, ondan sonra onlara seçimləri etməyə davam edirəm. Və inanıram ki, bir-birimizi qarşılıqlı şəkildə anlayacaq və hər birinizin fikirləri dəyərlidir. Peşənizi seçmək, yaxşı peşələr seçmək istəyirsinizsə, uğurlu nəticə əldə etməlisiniz. Ona görə də hər birinizə imtahanda uğurlar, müraciət eləmək istəsəniz ixtisas seçiminlə də bağlı 077 318 63 29 nömrəsinə qeyd eləyə bilərsiniz. Digər bir halı da qeyd edeyim, kimlər hazırlıq üçün, belə deyim, tarix hazırlığı üçün müraciət edilmək istəyirsə, yenə eyni nömrədən əlaqə saxlaya bilərlər. Və belə deyim ki, mən həmişə hazırlığıma və ixtisas seçimimə cavabdehəm. Daima sizin yanınızda olmağa çalışıram və istəyirəm ki, həmişə ən yaxşılarına layiq olasınız. Çünki ən yaxşıları bizə nəsib olduqca biz daima irəli getməyə və addımlamağa borclu oluruq. Hər birinizə uğurlar, imtahanlardan qorxmayın. Qoy imtahanlar sizdən qorxsun. Hələlik gözəl insanlar.